685 minə yaxın xarici vətəndaşın Rusiya Federasiyasında olması üçün qanuni əsaslar yoxdur. Yeni Sabah az məlumat verir ki, bunu Rusiyanın Daxili İşlər naziri Vladimir Kolokoltsev vurğulayıb. O, Rusiya telekanalının jurnalisti Pavel Zarubinə müsahibəsində bildirib. Ölkəmizdə qeyri-qanuni yaşayan əcnəbi vətəndaşların, yəni ölkəmizdə yaşamaq üçün qanuni əsaslarını itirmiş vətəndaşların sayını məhdudlaşdırmaq üçün reyestr tətbiq olunacaq. Onlar aprelin 30-dək daxili işlər orqanlarına gəlməli olmalarını qanuniləşdirməli, lazımi sənədləri təqdim etməlidirlər və yalnız bundan sonra bu reyestrdən çıxarılacaqlar. Nəzarət edilən şəxslərin reyestri Rusiya Federasiyasında 5 fevral 5-ci ildə fəaliyyətə başlayır. Reyestrə yol verilmiş qanun pozuntularına görə ölkədən deportasiya edilməli olan əcnəbilər daxildir. Bu reyestrdə olan şəxslərə yaşayış yerini dəyişmək, nikaha daxil olmaq, daşınmaz əmlak və ya nəqliyyat vasitəsini qeydiyyata almaq kimi bir sıra məhdudiyyətlər var. Yenilik həm də məhdudiyyətlər siyasından xidmət göstərən və ya reyestrdə miqrantları işə götürən hüquqi şəxslərin cərimələnməsini nəzərdə tutur. Reyestr Daxili İşlər Nazirliyinin rəsmi internet saytında və Vahid Dövlət və Bələdiyyə Xidmətləri portalında fəaliyyət göstərir. İstənilən şəxs və ya təşkilat vətəndaşın reyestrə daxil olunması haqqında məlumatı xüsusi interaktiv formadan istifadə etməklə pulsuz yoxlaya bilər.